Salam dəyərli müəllimələr, bu günləri sizlər üçün 7-ci sinifdən 10-cu mövzu olan maşın və mexanizmlər haqqında məlumat dərsinin geniş və aydın, sadə dildə izahını verəcəm. Çünki dəyərli müəllimələr, bu mövzuda müəllimlərin əksəriyyəti çətinlik çəkir. Ona görə ki, bu mövzunun içərisində xırdalıqlar çoxdur. Gəlin görək, maşın nədir? Maşın enerjini, materialı, məmulatı çevirmək üçün mexaniki hərəkətləri yerinə yetirən texniki qurğudur. Bax, texniki qurğudur. Yəni, testlərdə birdən sizi çaşdırar. Texniki qurğudur. Deməli, maşının onlardan istifadə etmək üçün biz əsas odur ki, insanların əməyini yüngülləşdiririk. Müxtəlif növ maşınlardan istifadə etməklə insanların əməklərini yüngülləşdiririk. Maşınlar özü 3 yerə bölünür. İş maşınlarıdır, energetik maşınlardır, məlumat maşınlarıdır. Amma iş maşınları özlüyündə isə 4 yerə bölünür. Texnoloji maşınlardır, nəqliyyat maşınlarıdır, nəql edici maşınlardır, bir də məişət maşınlarıdır. Gəlin görək, əvvəlcə iş maşınlarına baxaq, görək iş maşınları nədir? İş maşınları materialı dəyişdirir, yükləri və insanları daşıyır. Bəs energetik maşınlar nədir? Energetik maşınlar adından məlumdur. Bir növ enerjini digərinə çevirən maşındır. Yəni, açar söz bunun içərisindədir. Məlumat maşınları isə bir növ məlumatı digərinə çevirir, məlumatı toplamaq üçün, emal etmək üçün, saxlamaq üçün istifadə edilir. Sonra, indi görək, iş maşınları dedik, 4 hissə növə bölünür. Texnoloji maşınlar, nəqliyyat maşınları, nəql edici maşınlar, məişət maşınları. Gəlin görək, texnoloji maşınlara nələr aiddir? Texnoloji maşınlara aiddir torna dəzgahı, burğu dəzgahı, ştamplama dəzgahı, laqonda. Bəs nəqliyyat maşınları hansılara aiddir? Nəqliyyat maşınları sərnişin və ya yük avtomobilləri, təyyarələr, qatarlar, gəmilər və metrolardır. Yəni, insanları daşımaq üçün. Sonra, nəql edici maşınlar nədir? Nəql edici maşınlar da nasoslardır, yük qaldırıcı kranlardır, transportyorlardır, lifti, ekskalatorlardır, elektrokarlardır, sonra bir də ekskavatorlardır. Transportyor bilirsiniz nədir? Yükün yerini dəyişmək üçün qurğu deməkdir. Sonra, görək bəs məişət maşınları nədir? Məişət maşınları toz soğurandır, paltar yuyandır, qab yuyandır, sonra ət çəkəndir, şirə çəkəndir, kondisionerlərdir, sərinləşdiricilərdir, bir də tikiş maşınlarıdır. Bunlar, məişət maşınları da bunlardır. Deməli, bəs energetik, biz dedik ki, maşınlar axı 3 yerə bölünür. İş maşınları da energetik maşınlar, məlumat maşınları, iş maşınlarını dedik. Energetik maşınlara nələr aiddir? Elektrik enerjisinin generatoru aiddir, elektrik mühərriki, daxili yanma mühərrik, reaktiv mühərriklər energetik maşınlara aiddir. Amma məlumat maşınlarını isə elektron hesablayıcı maşınlar, televizordur, radiodur, kompüterdir, notebookdur, maqnitofondur, video kameradır, rəqəmli fotoaparatdır, video qeydiyyatçı qurğusu məlumat maşınlarına aiddir. Gəlin görək, iş maşınlarının 4 əsas hissədən ibarətdir. Görək bu hissələri hansılardır? Bunlar mühərrikdir, ötürücü mexanizmlərdir, işçi orqanlarıdır, bir də idarə etmə mexanizmləridir. Söhbət mexanizmdən gedirsə, görək bəs mexanizmin özü nə deməkdir? Mexanizm bilirsiniz nədir? Mexanizm maşının, cihazın, aparatın, onları işə salan daxili qurğusudur. Yəni, idarəetmə mexanizmi lazım olan o texnoloji əməliyyatları yerinə yetirir, sonra o hərəkəti pəstaha və alətə ötürür. Əgər burğu dəzgahında, burğu və torna dəzgahında deməli, bildik ki, biz idarə etmə orqanı patrondur. Yox, burğu qoşulmadıqda isə şpindeldir. Amma yayma dəzgahlarında vallardır. Görək şpindel özü nədir? Şpindel poladdan hazırlanmış valdır. Yəni, sağ ucunda dəyişdirilə bilən patronların bərkidilməsi üçün xüsusi yivi var.
Sonra torna dəzgahında bəs itçi orqan, kəsici olan patron qoşulmuş şpindeldir. Torna dəzgahı dərsliklərdən çıxardılıb. Amma köhnə dərsliklər də var. Mən onun izahını atmışdım qrupuma da. Amma yenə də yeni təzə kitablara salıblar. Torna dəzgahında itçi orqan, kəsici olan patron qoşulmuş şpindeldir. Sonra gəlin görək. Mühərrik nədir? Mühərrik bilirsiniz nədir? Mühərrik hər hansı bir enerji növünü mexaniki enerjiyə çevirən qurğudur. Sonra deməli, elektrik enerjisini də mexaniki enerjiyə çevirən mexanizmdir. Yəni mühərrik həm hər hansı bir enerji növünü mexaniki enerjiyə çevirir, həm də elektrik enerjisini mexaniki enerjiyə çevirən mexanizmdir. Sonra ötürücü mexanizm isə, yəni ötürücü mexanizmin hərəkəti elektrik mühərrikində işləyən, icra edəndə, yəni orqana ötürülür. Yəni qaş ötürməsindən bilirik ki, söhbət ötürücüdən gedirsə, gəlin elə əvvəlcə baxaq görək hansı ötürücü mexanizmlərimiz var. Bax, qaş ötürməsi var. Dişli ötürmə var, zəncir ötürməsi var, vintli ötürmə var, dişli tamasalı ötürmə var. Görək qaş ötürməsindən harada istifadə olunur? Qaş ötürməsindən tikiş maşınında, burğu və torna dəzgahlarında istifadə olunur. Sonra deməli, görək bəs dişli ötürmədən harda? Dişli ötürmədən əl və elektrik drellərində. Bax, drel D, dişli ötürmə D. Dişli ötürmə əl və elektrik drellərində istifadə olunur. Velosipedli isə bilirsiniz də, velosipedin zəncir ötürməsindən istifadə olunur. Amma dülgər xarrat verstakın sıxaclarında, bir də ət çəkən maşınlarda vintli mexanizmlərdən. Bax, verstak V. Hərfləri uyğunlaşdırın. Dülgər xarrat verstakının sıxaclarında, bir də ət çəkən maşınlarda vintli mexanizmlərdən istifadə olunur. Bəs dişli tamasalı ötürmədən isə dəzgahlarda istifadə olunur. Dişli tamasalı dəzgahlarda istifadə olunur. Deməli, dəyərli müəllimələr, gəlin görək ötürmə nisbəti nəyə deyilir? Ötürmə nisbəti bilirsiniz nədir? Deməli, fırlanmanın çoxalma və azalmasını göstərən rəqəmə ötürmə nisbəti deyilir. Yəni, fırlanmanın həm çoxalmasını, həm azalmasını göstərən ki, rəqəm var, o ötürmə nisbətidir. Aparılan qasnağın diametrinə nisbəti isə ötürmə ədəd adlanır. Ötürmə ədədə bilirik ki, i hərfi ilə işarə edilir. Yəni, bu düsturla da onlar yerinə yetirilir. Yəni, i bərabərdir, M1 bölünsün N2, D1 bölünsün D2-yə. Yəni, burada görək M1 nəyə göstərir? Burada M1 aparan qasnağın dövrlər sayını, yəni dövr dəqiqəsin. N2 isə aparılan qasnağın dövrlər sayın, yəni dövr dəqiqəsin. D2 isə D2 aparılan qasnağın diametrini, D1 isə aparan qasnağın diametrini göstərir. Yəni, dəyərli müəllimələr, əgər siz bu düstur üzərində i bərabərdir M1 bölünsün N2-yə, D1 bölünsün D1-ə düstur üzərində sizin üçün məsələlər düşəcəksə, siz əgər düsturu əzbərdən bilsəz, düstur yadınızda qalmış olsa, çünki bunun üzərindən məsələni həll etmək heç bir kəs deyəməz ki, bu düsturu bildikdən sonra o məsələdə mənim nədənsə çətinliyim oldu. Buyurun, dəyərli müəllimələr, sizlər üçün asan və sadə dildə izahım.